Əgər siz iş kitabınızı başqa insanlarla paylaşmaq istəyirsinizsə, onda paylaşmazdan əvvəl sizin iş kitabınızda olan orfoqrafiya və qrammatika qaydalarına baxış keçirilməli. Əgər səhv varsa aradan qaldırılmalı və daha sonra iş kitabınızın təhlükəsizliyini təmin etməlisiniz ki, bu dərsimizdə də biz sizə bu funksiyaları necə yerinə yetirəcəyimizi göstərəcəyik. Əvvəlcə iş kitabında olan orfoqrafiya və qrammatika qaydalarının necə aradan qaldırılması üsuluna baxaq. Bunun üçün icmal vərəqinə daxil olaraq, burada yazı qaydaları qrupundan orfoqrafiya əmrini seçirik və bizə burada lüğətdə olmayan sözləri ilk olaraq çıxartdı ki, bu söz məhsul sözüdür və müxtəlif seçimlər vardır ki, bunlar bir dəfə nəzərə alma, heç birini nəzərə alma, lüğətə əlavə et, imtina et kimi seçimlərdir. Mən lüğətə əlavə et seçimini seçdikdən sonra artıq məhsul sözünü lüğətə əlavə etmiş olacağım ki, bir daha səhvləri yoxlayanda məhsul sözü səhv olaraq çıxmayacaq. Daha sonra digər söz, alıcı sözünü lüğətdə olmadığını göstərir və bizə müxtəlif təkliflər verir ki, bu təkliflərdən birini seçərək dəyişdir əmrini basa bilərik. Lakin mənim seçdiyim söz düzgün olduğuna görə yenidən lüğətə əlavə et seçimini basıram və buradan yenidən növbəti seçimlər çıxır ki, və mən istəyirəmsə ki, onu dəyişim. Bunun üçün təkliflər pəncərəsindən bu seçimi seçərək dəyişdirib basdıqda artıq mənim seçimim dəyişmiş olacaq. Daha sonra digər lüğətdə olmayan sözü çıxartır ki, mən burada heç birini nəzərə alma əmrini basaraq bu sözün səhv olmadığını nəzərə ala bilərəm. Bundan sonra artıq mənə həmin sözün səhv olduğunu heç vaxt göstərməyəcək və digər səhv olan sözü ekrana çıxardır. Və qeyd olunan kimi bu söz lüğətdə yoxdur, lakin mənim yazdığım söz düzgün olduğuna görə lüğətə əlavə seçimini basaraq artıq həmin sözün orfoqrafik səhv olaraq çıxmasının qarşısını alıram. Və Tenino sözü yenidən lüğətdə olmadığını qeyd edir və müxtəlif seçimlər qeyd edir. Mən Tenino sözünü Tenino sözü ilə dəyişdirirəm və dəyişdir əmrini basdıqdan sonra hamısını dəyişdirib kliklədikdə artıq mənə Tenino olan sözlərin hər birini Tenino ilə dəyişdirilməsini təmin edirəm. Və lüğətdə olmayan növbəti söz long life sözüdür və heç birini nəzərə alma funksiyasını basaraq və digər seçimlər üçün də bu funksiyanı basaraq artıq bütün vərəq üçün orfoqrafik yoxlanmasının tamamlanmasını təmin edə bilərəm. OK düyməsini basdıqdan sonra biz iş vərəqimizin orfoqrafiya və qrammatika qaydalarının tam olaraq yoxlanıldığına artıq əminik. İndi isə sıra iş vərəqimizin qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə gəldi. Bunun üçün fayl vərəqinə daxil olaraq burada məlumat alt menüsünə baxırıq. Əvvəlcə paylaşmaq üçün ilkin hazırlıqlardan biri də məsələləri yoxla əmridir ki, biz bura klik etməklə sənədi yoxla əmrini seçirik. Və əgər siz iş vərəqinizi yadda saxlamamısınızsa, Excel proqramı sizə belə bir xəbərdarlıq menüsü çıxardır ki, və yadda saxlanılmasını istəyəcək. Və hər düyməsini basaraq biz iş vərəqimizi yadda saxlayırıq. Və adı dəyişdikdən sonra saxla əmrini basdıqdan sonra artıq bizə yeni yetirdiyimiz əmr funksiyanın seçimləri görünür ki, biz burada sənədin seçilmiş məzmunların bir neçəsini yoxlayırıq. Gördüyünüz kimi hər birinə işarə qoyulub ki, bu qoyulmuş işarələr həmin məzmunların yoxlanılmasını göstərir. Və artıq şərhlər və anotasiyalar, sənədin xüsusiyyətləri, fərdi XML verilənlər, yuxarı və aşağı sərlövhələr, gizli sətirlər və sütunlar, gizli iş vərəqləri kimi funksiyaların hər birini yoxlayır. Yoxla düyməsini basdıqdan sonra burada gördüyünüz kimi digər seçimlərin heç birində heç bir element tapılmadı. Yalnız sənədin xüsusiyyətləri və fərdi informasiya üçün sənədin xüsusiyyətləri və müəllifin adı tapıldı ki,
Əgər siz iş vərəqinizi paylaşmaq istəyirsinizsə, bu informasiyalar lazım deyil. Ona görə də hamısını sil əmrini seçdikdən sonra artıq bağla seçimini basa bilərəm. Və məsələləri yoxladıqdan sonra iş kitabını qorumaq seçimi gəldi sırada. İş kitabını qoru əmrini seçdikdə burada müxtəlif əmrlər vardır ki, tamamlanmış kimi qeyd et, parolla, şifrlə, cari vərəqi qoru, iş kitabı strukturunu qoru, insanlar tərəfindən icazəni məhdudlaşdır və rəqəmli imza əlavə et seçimləridir. Əgər sizin iş kitabınız çox təhlükəli bir iş kitabıdırsa və digər insanlarla paylaşmağın təhlükəli olacağını düşünürsünüzsə, onda burada parolla şifrələ əmrini seçə bilərsiniz və yaxud da insanlar tərəfindən icazəni məhdudlaşdıra bilərsiniz. Lakin hal-hazırda mənim iş kitabımda elə ciddi informasiyanın olmadığına görə tamamlanmış kimi qeyd et seçimini seçməklə yalnız oxucular üçün iş kitabının oxu rejimində görünməsini təmin edə bilərəm. Klik etdikdə bu iş kitabı son olaraq işarələnəcək və yaddaşda saxlanılacaq kimi Excel proqramı mənə xəbərdarlıq edir. OK düyməsini basırıq və yenidən OK düyməsini basdıqda artıq mənim iş kitabımın yalnız oxu rejimində olduğu burada qeyd olunur. Və ev vərəqinə daxil olanda burada görürsünüz ki, redaktörün qarşısına almaq üçün müəllif bu iş kitabını son olaraq qeyd etmişdir yazısı çıxarılır və yalnız oxu rejimində göstərilir informasiya və heç bir dəyişikliyə icazə verilmir. Əgər siz hər hansı bir dəyişiklik etmək istəyirsinizsə, istənilən halda redaktör əmrinə basaraq yenidən hər hansı bir xanada dəyişiklik edib yadda saxlaya bilərsiniz. Bu dərsimizdə sizə Excel proqramında iş vərəqinin və iş kitabının orfoqrafik və qrammatik qaydalarının yoxlanılması, həmçinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələləri araşdırdıq.